2025-ci ilin 1500 manat ilkin ödəniş 30 ay, günü 37 manat. Daha doğrusu 1100 manatdan 30 ay aylığı qalmış belə bir aydımız gəlib. Taksi buraxılışı var. Eyni zamanda həmişəki kimi maşın satanı da, alanı da gedib taksi buraxılışının ləğv olunmayacağına dair notarial müqavilə imzalamağına məcbur eləyəcəm, yaxşı mənada ki, çünki bunu alan belə pismasın, çörəyi alır. Yəni mən də istəmərəm ki, səhərsi gün nəsə bir anlaşılmamazlıq olsun. Şərti şumda kəsirik, gedirsiniz notarial qüvvədə müqavilə imzalayırsınız ki, taksi buraxılışına dəyilməyəcək. Baxın, çanqanın disk təkəridir, ambiyansıdır, salon səliqəli, kuzada udardan qətiyyən söhbət gedə bilməz. Bu da maşınımızın salonu. 1500 manatda əzim səndən ilkin ödəniş istəyirəm. Yəni indi yazacaqlar ki, nə bilim bunun nəqdi qiyməti 21-dir, 22-dir qardaş. Belə pismasın, lap olsun 18.000. Sən 1500 manat verib bu maşını əldə edirsən. Yəni bunu nəzərə al ki, sən 1500 manat verəndə elə hardasa bir 18.000-də kredit götürmüş sayılırsan. Bu da ki, yəni normal bir şeydir. Yəni nəqdi alsan, Cəsər Qaqan nəqdi tapsın. Ünvan taksi buraxılışda bilirsiniz ki, yəni qiymətlər rol oynayır. Ünvanımız Nəsr metrosu, yəni əlaqə nömrələrimiz səhifəmizdə real müştərilər zəng eləsin. Bir də baba buralarda takip butonu olacaq. Yəqin ki, takibə bir dənə barmağı toxundur.